neçə həddi median ilə ədədi orta arasında qalır? Ədədi ortanı tapmaq üçün verilənlərin hamısını toplayıb saylarına bölməliyik. 7 dənədir. 1, 2, 3, 4, 5, 6, 7 dənə. 7 dənə ədəd olduğuna görə bölürük 7-yə. Bərabərdir. Surətdəki ədədləri toplayanda 105 elədi. Bölürük 7-yə. 15. 15. 105'i 7'ye böldük 15. Deməli, ədəd orta 15'dir. Median tapmaq üçün də demişdik ki, elə burada ardıcıl düzülür. Əgər sıra ardıcıl düzülməsəydi, ardıcıl düzmək lazımdır əvvəlcə. Sonra bu prosesi. İndi burada ardıcıl düzüldüyünə görə elə bax, bununla bu ikisi, bunlar uyğun gəldiyinə görə ortada bircə dənə ədəd qalır və bu da 9'dur. Median deməli 9. 9-15 arasında, yəni medianla ədəd orta arasında, 9 ilə 15 arasında qalan ədədlər biri 11'dir, biri də 12'dir. 9-15 arasında qalan ədədlər 11 və 12'dir. Deməli, neçə dənədir? 2 dənə. Bizdən say soruşur, 2 dənə.